Baxın əzizlər, bunların iddia etdiyi Səhih Buxari və Səhih Müslim ki, ən səhih kitablardandır Quran-ı Kərimdən sonra. İçində heç bir qələt hədis yoxdur, nə bilim, nədir. Bunların biz kitablarını qəbul etmirik. Amma tüm bunlar öz kitablarına deyirlər səhihdir. Ona görə də bunların öz kitablarından dəlillərini gətiririk bunlara. Bu söhbətlərimizə 12 xəlifənin olmağına və kimlər olacaq bu xəlifələr, onları dəlil gətiririk öz kitablarından özlərinə. Səhih Buxari Dar İbn Kəsirdə çap olunubdu. Dəməşqdə 1784-cü səhifəsində 93-cü kitab Kitab-ül Əhkamda. Deməli 7222 və 7223-cü hədisdə belə gətirirlər ki, Cabir ibn Samura deyir ki, mən Allahın nəbisindən, Allahın rəsulundan sallallahu aleyhi və səlləm eşitdim ki, buyurur, Yəkunu 12 əmirən. 12 dənə əmir olacaq. Baxın, 12 dənə əmir olacaq. Fəqalə kəlimətən ləm əsməvha. Deyir ki, və bir kəlmədə ardında Peyğəmbərimiz buyurdu, mən onu eşitmədim. Atam deyir ki, Həzrət Peyğəmbər buyurdu, qalə kulluhum min Qureyş. Onların hamısı, 12 nəfərin, 12 xəlifənin hamısı Qureyşdən olacaq. Və bəzi hədislər də vardı, başqa ləfzlər də gətirdi, kulluhum min Bəni Haşim. Yenə də sünni qaynaqlarında vardı ki, deyir, onların hamısı Bəni Haşim qəbiləsindəndir, tayfasındandır. Əzizlər, Səhih Müslimdə də həmən bax bu hədis başqa ləfzdə gəlir. Səhih Müslim Dar Tibət tərəfindən çap olunubdur, sünnilərin ən mötəbər kitabları. Kitab-ül İmarə 33-cü kitab, 882-ci səhifəsi, 1821-ci hədisi. Cabir ibn Samurə deyir, mən və atam ikimiz də daxil olduq Peyğəmbərin yanına. Peyğəmbərin huzuruna çatdıq. Və Allahın Rəsulundan mən özüm öz qulaqlarımla eşitdim ki, Allahın Rəsulu belə buyurur, İnnə həzəl əmr lə yənqəzi həttə yəmziyə fihi musnə əşərə xəlifətən. Allahın Rəsulu buyurdu, bu əmr, yəni İslam dini, yəni İslam əmri heç vaxtda aradan getməyəcək, ta ki 12 dənə xəlifə, baxın, xəlifənin adı özün gətirir burada, 12 xəlifə İslam dininə hökumət eləyəcək, xilafət edəcək, imamət edəcək və yenə də deyir ki, mən bir şey Peyğəmbərimiz bir söz dedi, eşitmədim, atam deyir ki, Peyğəmbər belə dedi, kulluhum min Qureyş, onların hamısı Qureyş tayfasındandır. İndi isə gəlin görək, bu 12 xəlifə ki, bu sünnilərin, vahabilərin ən mötəbər kitablarında gəlibdir, bunlar kimlərdir? Biz gedirik Səhih Əl-Cəmi'us-Səğir və Ziyadətəhu, Əlbaninin, vahabilərin ən mötəbər və böyük ricalşünaslarından, alimlərindən, həmçinin sünnilər də bu şəxsi qəbul eləyir. Əl-Məktəbül İslamidə çap olunubdur bu kitab 1988-ci ildə, 3-cü növbədə də çap olunub bu kitab. 482-ci səhifəsində, 2457-ci hədisində Allahın Rəsulu belə buyurubdur. İnni tərikun fikum xəlifətəyn. Mən sizin aranızda 2 xəlifəni qoyub gedirəm. Baxın, diqqət edin, xəlifə kəlməsi. O sünnilər, o vahabilər ki, atılıb düşürlər və deyirlər ki, bəs xəlifə kəlməsi ilə Peyğəmbərimiz deyərdi ki, mən əhl-i beytimi, mən Həzrət Əlini öz müsəlmanların arasında xəlifə qoyardım. Bu xəlifə kəlməsi. Buyurur ki, inni tərikun fikum xəlifətəyn. Mən sizin aranızda 2 xəlifə qoyuram. Nədir o xəlifələr? Kitaballahi həblun məmdud mə beynəs-səmai vəl-ərz. Birincisi Allahın kitabı Qur'an-ı Kərimdir ki, bir kəndirdir yerlə göyün arasında və itrəti əhləbəyti. İkinci xəlifə nədir? İtrəti əhləbəyti. Burada hər şey aydındır. 12 nəfər, yəni 12 xəlifə ki, orada deyilibdir. Səhih Buxaridə və Səhih Müslimdə həmən xəlifələr deyir ki, və itrəti əhləbəyti. Mənim əhl-i beytimdən olan şəxslər mənim xəlifəmdə sizin aranızda. Və innəhuma, diqqət edin burasına, və innəhuma lən yətəfərraqa həttə yəridə ələyyəl xavs. Və bu 2 dənə, baxın, Qur'anla bu əhl-i beyt heç vaxtda bir-birindən ayrılmayacaq, heç vaxtda lən yətərqə, yəni imkanı yoxdur ki, ayrılalar bir-birinə. Ta ki, Kövsər hövzünün yanında məni mülaqat edirlər. Yəni nə? Yəni qiyamətə qədər bu əhl-i beyt ilə Qur'an-ı Kərim müsəlmanların arasında olmalıdır. Gərək olsun bunlar. Olmasa Peyğəmbərimizin özü də ki, Əlbani deyir, səhihdir bu hədis. Yəni, əgər bu iş olmasa, əhl-i beyt olmasa Qur'anla, Qur'an əhl-i beyt ilə olmasa, artıq Həzrət Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin buyurduqları hamısı yanlış olacaq. Bu sizin səhih kitablarınızdır, səhih hədislərinizdir ki, gətirmişsiniz və buna sizin gərək imanınız ola. Əgər imanınız olmasa, sizin yəni ümumiyyətlə məzhəbiniz aradan gedir. Çünki sizin məzhəbinizdə bu səhih hədislər ki gəlibdir, Peyğəmbərimizin öz mübarək dilindən bu sözlər gəlibdir, siz ona əməl etməmiş olursunuz.